Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi şəxs ifşa olunub. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında deyilir. Məlumata görə xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən davam etdirilən əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydəroğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb. Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin video çəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib. Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan Kalaşnikov tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb. Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunub və məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.